Bəyənirsinizmi taksilərimizin fəaliyyətini? Mən açığı deyim ki, mən taksiyə oturan zaman elə olmayıb ki, irad bildirməyim. Birincisi, məsələn, maşın içərisində görürəm ki, təmizlik yoxdur. İkincisi, telefonla danışır, mesaj yazır, mesajlara baxır və mən neçə dəfə irad bildirirəm ki, yəni ki, bu insan həyatıdır. Azərbaycanda taksi xidmətindən hər bir kəs narazıdır, mən bunu bilirəm, vətəndaşlar da narazıdır. Bunun da səbəblərindən biri bu oldu ki, zamanında insanlar taksi xidmətinə bir iş yeri kimi baxdılar, xidmət kimi yox. Kimsə getdilər, aldılar bir maşın və taksi xidməti ilə məşğul oldu. O bilmirdi ki, taksi xidmət göstərə bilər, taksidə hansı mədəni xidmətlər olmalıdır, taksi özünü necə aparmalıdır və s. Yəni ki, onlar təlim də keçmirdi. Onların psixi durumları da yerində olmurdu. Çünki hər bir kəs gedib bir tanışlıqla bir arayış da ala bilərdi ki, mən sağlamam və s. Və bunun nəticəsində biz gördük ki, demək olar ki, bir taksi sürücülərinin bəlkə də kifayət qədər faiz hissəsi içərisində narkomanlar idi. Amma mən sizə deyim ki, bu taksi xidməti ilə bağlı, məsələn, son zamanlarda müəyyən bir irəliləyişlər var. Çünki taksilərin sayı azaldı, müəyyən onlara tələblər qoyuldu. Hardasa 6000-dən çox o taksi sürücülərini təlimə cəlb ediblər. Onlara necə xidmət göstərilməlidir, özlərini necə aparmalıdırlar, taksini hansı vəziyyətdə saxlamalıdırlar, texniki vəziyyəti, özlərinin durumları necə olmalıdır və onlara verilən o saxta arayışlarla da bağlı müəyyən tədbirlər görürlər.